Əbulqasim Kufi Şia alimlərindəndir və bu haqda maraqlı bir sübut gətirir ki, siz əziz oxuculara təqdim edirik. Şia və əhl-i-sünnə tarixçiləri və hədis yazarları yekdilliklə nəzər bildirmişlər ki, Qureyşin cavanları, rəisləri, zənginləri, böyükləri xanım Xədicə salamullah aleyha ilə evlənmək üçün elçi gəlirdilər. Amma Xədicə-i Kübra salamullah aleyha hər birinə yox cavabı verirdi. Rəsulullah salavatullahla evləndiyi zaman bütün Qureyş qadınları onu qınayaraq və uzaqlaşaraq deyirdilər: Qureyşin başçılarının və dövlətlilərinin istədiklərini qəbul etmədin, mal və sərvəti olmayan yetim Muhammedlə evləndin. Oxşar mənbələrə istinadən tədqiq əhlinə sabit olmuşdur ki, Həzrət Xədicə salamullah aleyha Rəsul Əkrəm salavatullahdan başqası ilə evlənməmişdir. Rəsul Əkrəm salavatullahla xanım Xədicə salamullah aleyhanın ailə qurma hadisəsi də tarixin maraqlı örnəklərindəndir. Belə ki, tarixçilər yazır: Xanım Xədicə salamullah aleyha Muhammed sallallahu aleyhi və alihi və səlləm adlı bir şəxsin əmin, yəni əmanətdar, etibarlı ləqəbi ilə məşhur olduğunu eşidir. Bu səbəblə də xanım Xədicə salamullah aleyha Muhammed sallallahu aleyhi və alihi və səlləmin qəyyimi olan Əbu Talib əleyhissalama öz ticarətini həmin gəncə həvalə etməsi barədə xəbər göndərir. Beləliklə, gənc Muhammed salavatullah Xədicə salamullah aleyhanın yanında işləmək qərarına gəlir və öz bacarığı ilə onun diqqətini cəlb edir və uzun müddət xanımın yanında çalışır. Xeyli vaxt ərzində xanım Xədicə salamullah aleyha ona elçilik edən bir neçə Məkkə zadəganının təklifini rədd edərək, əmin ləqəbi ilə tanınan Muhammed salavatullaha evlilik təklifi yollayır. Həzrət Xədicə salamullah aleyhanın fəqir bir insanla ailə qurub zənginlərin təklifini rədd etməsi bir çoxları tərəfindən müxtəlif cür irad və qıcıqlara səbəb idi. Bütün bu narahatçılığa baxmayaraq, mənəvi dəyərlərə daim üstünlüyü verən Xədicə salamullah aleyha öz seçimində sabit qalır. Bu mübarək evliliyin ən ali bəhrəsinin Həzrət Fatimə-i Zəhra salamullah aleyha olması Allahın bu bərəkətli cütlüyə misilsiz inayətidir. Rəsul Əkrəm salavatullah nə vaxt Hira dağına gedərdisə, xanım Xədicə salamullah aleyha yemək hazırlayıb Əmir əl-Muminin Əli əleyhissalamla birlikdə onu aparardı. Düzdür, hələ o vaxtlar Rəsul Əkrəm salavatullah Allah tərəfindən risalət məqamına yetişməmişdi. Amma xanım Xədicə salamullah aleyha qəlbən ona iman gətirmişdi. Daim Rəsul Əkrəm salavatullahın mənəvi işlərində yardımcı olmağa çalışar və onun nigarançılığına səbəb olan bir iş görməzdi. Odur ki, Rəsul Əkrəm salavatullah Xədicə salamullah aleyhanı vəfatından sonra xatırlayarkən mübarək gözləri yaşla dolardı. Əllamə Məclisi öz kitabında belə yazıb: Rəsul Əkrəm salavatullaha ilk dəfə vəhy nazil olanda Xədicə salamullah aleyhanın və Əli əleyhissalamın onun yanında olması bir çox mənbələrdə, eləcə də əhl-i-sünnə kitablarında da qeyd olunmuşdur. Xanım Xədicə salamullah aleyha Allaha iman gətirmiş ilk qadın idi. İlk namazda iştirak edən az saylı insanlardan biri də o mübarək ana olub. Rəsul Əkrəm salavatullah öz missiyasını aşkara çıxartdıqda bir çox insanların təzyiqinə məruz qalır. Xüsusən Məkkənin zəngin insanları Rəsul Əkrəm salavatullaha və onun ardıcıllarına əziyyət verəndə Peyğəmbərin vəfalı əmisi Həzrət Əbu Talib əleyhissalam və xanım Xədicə salamullah aleyha Allah Rəsulü salavatullahı möhkəm müdafiə edirdilər. İslam düşmənləri istehza dolu sözləri ilə Peyğəmbər salavatullahın qəlbinə öz tikanlı oxlarını sancarkən, xanım salamullah aleyha daim Rəsul Əkrəm salavatullaha toxtaqlıq verərək özünün İslama nə dərəcədə sadiq olduğunu əməli surətdə sübut edirdi. Məhz buna görə də Rəsul Əkrəm salavatullah bu vəfalı xanımı həmişə xoş sözlərlə yad edər. Onun barəsində belə buyurardı: Xədicə kimi xanımı tapmaq mümkün deyil. İnsanlar məni təksib edərkən o məni təsdiq etdi. Allahın dininin inkişafı yolunda mənə kömək oldu. Sərvətini mənim ixtiyarıma verdi. Xədicə salamullah aleyha elə bir xanım idi ki, Allah ona behişdə zümrüddən bir ev əta edəcəyini müjdə verməyi mənə tapşırdı. Xanım Xədicə salamullah aleyhanın Allah və Peyğəmbər salavatullahın yanındakı məqamı. 1. Tarixdən görürük ki, xanım Xədicə salamullah aleyha İslam dininə ilk iman gətirənlərdəndir və iman gətirən ilk qadındır. 2. Allah Həzrət Cəbrail əleyhissalam vasitəsilə dəfələrlə Xədicə-i Kübra salamullah aleyhaya salam göndərmişdir. 3. Rəsul Əkrəm salavatullah dəfələrlə onun məqamının Allah yanında uca olmasından söz açaraq belə buyurmuşdu:
Behiş qadınlarının sərvəri bu 4 qadındır. Məryəm İmran qızı salamullah aleyha, Fatimə binti Muhammed salamullah aleyha, Xədicə binti Xuveylid salamullah aleyha, Asiya binti Məzahim salamullah aleyha. 4. Həzrət Xədicə salamullah aleyhanın evindən Peyğəmbər salavatullahın ilk dəfə meraca getməsi, həmçinin Xədicə salamullah aleyhanın 2 mühüm tarixi şəxsiyyətin, xanım Fatimə salamullah aleyha və İmam Əli əleyhissalamın xidmətində durması, bu xanımın həqiqətən uca məqama sahib olmasından xəbər verir. Təəssüf hissi ilə qeyd etməliyik ki, bəşəriyyət bu böyük şəxsiyyətləri onlara olunan zülümlərə görə qiyamət gününə kimi gözləri yaşlı halda hüzünlə yaşadacaq. 5. Həzrət Xədicə salamullah aleyhanın vəfat etdiyi ili Peyğəmbərimiz salavatullah Amul Hüzün, qəm ilə adlandırmışdır. Peyğəmbərimiz heç bir digər ilə belə bir ad verməmişdir. Peyğəmbərimiz salavatullahın ən çətin dövrü olan iqtisadi blokada dönəmində xanım Xədicə salamullah aleyha bir anda olsa Rəsul-i Əkrəm salavatullaha himayə etməkdən əl çəkməmişdir. Lakin İslam düşmənlərinin amansız təzyiqlərinə səbr etməsinə baxmayaraq, sonda xanım Xədicə salamullah aleyha 619-cu ildə blokada şəraitində Əbu Talib dərəsində dünyadan köçür. Peyğəmbərimiz salavatullah və digər müsəlmanlar Allah yolunda canını, malını fəda edən o pak xanımı elə həmin yerdə dəfn edirlər. Həzrət Peyğəmbərimiz üçün xanım Xədicə salamullah aleyhanın vəfatı çox çətin olur. Məkkə müşrikləri Həzrət Əbu Talib əleyhissalamın və xanım Xədicə salamullah aleyhanın vəfatından sonra cürətlənib Allahın elçisinə əziyyət verirlər. Bir gün Peyğəmbərimiz salavatullah bir küçə ilə gedirmiş və birdən müşriklərdən biri içi zibillə dolu olan qabı o Həzrət salavatullahın üstünə tökür. Bu hadisə Peyğəmbərimizə olduqca pis təsir edir. Çünki belə hallarla qarşılaşdığı zaman həmişə evə gedər. Xanım Xədicə salamullah aleyha onun paltarını, üz-gözünü təmizləyər, ona təsəlli verərdi. Artıq o ləyaqətli və mehriban xanım dünyasını dəyişmişdi. Bəs indi Rəsul-i Əkrəm salavatullah evə necə qayıtsın? O evə dönür. Balaca Fatimə-i Zəhra salamullah aleyha atasını bu halda görüb tez onun yanına gəlir. Onu əzizliyə paltarını təmizləyir. İnci əlləri ilə atasının mübarək simasını silir. Sanki çalışır ki, atası anasının yoxluğunu hiss etməsin. Peyğəmbərimiz salavatullah Həzrət Xədicə salamullah aleyhanı ömrünün axırına kimi unutmur. Daim onu xatırlayır və xatırlayanda mübarək gözləri yaşla dolardı. Onun ziyarətinə gedər, qəlbini ona açar, dərdini yenə də onunla bölüşərdi. Allah xanım Xədicə salamullah aleyhanın ali məqamını daha da uca eləsin. Allah xanım Xədicə salamullah aleyhanın mübarək ruhunu şad etsin. Xanımın pak və mütəhhər ruhuna salavat deyək. Həsəneyn əleyhissalamın, İmam Həsən əleyhissalam və İmam Hüseyn əleyhissalamın anası Həzrət Fatimə-i Zəhra salamullah aleyha. Müqəddəs İslam dininin bərəkətli məktəbi daim öz nümunəvi nümayəndələri ilə tanınmışdır. Bütün bəşəriyyətə örnək olan bu insanlardan ən üstünləri ilahi təlimlərdən bəhrələnərək elə bir məktəb təsis etmişlər ki, bu məktəbin prinsipləri həm onların öz yaşadığı dövrdə, həm də mübarək ömürlərə sona çatandan sonra daim bəşəriyyəti saadətə doğru aparmaqda əsas məhvər rolunu oynamışdır. Bəşəriyyətdə belə daxil şəxsiyyətlərdən biri də zəmanəsində heç bir dəyərə malik olmayan qadın məfhumu ilə bağlı mənfi stereotipləri söz və əməlləri ilə qıran, əsl qadının nə demək olduğunu bəşəriyyətə əyani surətə çatdıran, qısa, lakin olduqca səmərəli və bərəkətli ömür yolu keçən Həzrət Fatimə-i Zəhra salamullah aleyhadır. Bizim bu xanımı tanımaq cəhdimiz dəryadan bir damla ilə də müqayisə olunmaz dərəcədə kiçikdir. Bu yazımızda Həzrət Zəhra salamullah aleyha barədə olan bəzi məsələlərə həm əhl-i-sünnə, həm də şiə mənbələrindən istifadə edərək qısaca toxunmağa çalışacağıq inşallah. Bu məqamda fəqət əhl-i-sünnə kitablarına əsasən Həzrət Zəhra salamullah aleyhanın kim olduğuna xülasə şəkildə nəzər salmaq daha məqsədə uyğun olar. Xanım Fatimə-i Zəhra salamullah aleyha nütfəsi cənnət meyvələri ilə bağlanmış bir bəşər övladı və elə bu səbəbdən də Rəsul-i Əkrəm salavatullahın cənnətin raihəsini arzuladığı zaman daim qoxuladığı yeganə gülü və şərafətli övladı idi. Əhl-i sünnənin məşhur alimlərindən olan Suyuti özünün Əd-Dürrül Mənsur adlı əsərində Təbəranidən nəql edərək Ayşənin dilindən bu haqda belə yazıb.
Həzrət Rəsul Əkrəm salavatullah belə buyurdu: Meyracı qaldırıldığım zaman məni cənnətə daxil etdilər və mən cənnət ağaclarından birinin yanında dayandım. O elə bir ağac idi ki, cənnətdə onun kimi gözəl, yarpaqları ağ və meyvəsi ləziz olan bir ağac görməmişdim. Onun meyvəsindən dərib yedim və bu mənim sülbümdə nütfəyə çevrildi. Yer üzünə qayıtdığım zaman Xədicə salamullah aleyha ilə birlikdə oldum və o Fatimə-i Zəhra salamullah aleyhaya hamilə qaldı. O zamandan bəri nə zaman cənnətin ətrini duymaq istəsəydim, Fatimə salamullah aleyhanı qoxulayardım. Xanım Zəhra salamullah aleyha bir çox cəhətdən Rəsul Əkrəm salavatullaha bənzəyirdi. Tirmizi özünün Sünən adlı məşhur əsərində Ayşədən belə nəql edir: Mən Həzrət Rəsul Əkrəm salavatullaha qızı xanım Fatimə salamullah aleyha qədər oturuş duruşunda, davranışında, ciddi və təmkinli olmağında bənzəyən birini görmədim. Həmçinin hədisdə bunlar da qeyd olunmuşdur ki, o xanım salamullah aleyha Rəsul Əkrəm salavatullahın yanına gəldikdə, o daim yerindən qalxaraq qızını qarşılayıb öpər və öz yerində əyləşdirərdi. Peyğəmbərimiz salavatullah Həzrət Zəhra salamullah aleyha ilə xüsusi mehribanlıqla davranırdı. Rəsul Əkrəm salavatullahın ona qarşı olan rəftarı nəinki səhabələrə, hətta başqa övladlarına olan münasibətindən də açıq-aşkar fərqlənirdi. Rəsul Əkrəm salavatullahın səfərdən qayıdarkən ziyarət etdiyi ilk şəxs xanım Zəhra salamullah aleyha idi. Həmçinin Peyğəmbərimiz səfərə gedərkən görüşüb vidalaşdığı sonuncu şəxs də Fatimə-i Zəhra salamullah aleyha idi. Zəhəbi Təlxis adlanan kitabında, Əbu Davud öz Sünənində, Əhməd İbn Həmbəl öz Müsnədində, Hakim Nişaburi Müstədrəkül Səhiheyndə və digər əhl-i sünnə alimləri öz əsərlərində Peyğəmbərimiz salavatullahın xanım Fatimə-i Zəhra salamullah aleyhaya olan sonsuz diqqət və qayğısını dəfələrlə qeyd etmişlər. Rəsul Əkrəm salavatullah Həzrət Zəhra salamullah aleyhaya olan dərin hörmət və ehtiramı ilə o xanımla necə davranmağı ümmətə əyyanı surətdə çatdırmışdır. Xanım Zəhra salamullah aleyhaya tərif demək istəsək, sözsüz ki, ən üstün tərif olaraq Allahın ona verdiyi dəyəri qeyd etmək lazımdır. Belə ki, Əhzab surəsinin 33-cü ayəsində buyrulub: Allah siz Peyğəmbərin əhl-i beytindən hər növ pisliyi təmizləmək və sizi paçlığın bütün cəhətlərində pak etmək istəyir. Onun bu ayəyə əsasən məsum olması bizim fikrimizi əsaslandırır. Əhl-i sünnə müfəssirlərindən çoxunun yekdir rəyinə görə bu ayənin Həzrət Zəhra salamullah aleyha, Həzrət Əli əleyhissalam, İmam Həsən əleyhissalam və İmam Hüseyn əleyhissalam barədə nazil olduğu çoxları üçün aşkar olan bir məsələdir. İbn-i Teymiyyənin ən üstün hesab etdiyi əhl-i sünnə təfsirçilərindən olan Təbəri də bu ayənin yuxarıda adlarını qeyd etdiyimiz şəxslər barədə nazil olduğunu yazmışdır. Təbəri öz sözünə məşhur əhl-i sünnə alimi Müslümün səhihində yer alan hədisi, həmçinin digər səhih rəvayətləri nəql etməklə dəlil gətirmişdir. Hədislərdən birində Ayşə belə nəql edib: Rəsul Əkrəm salavatullah sübh çağı qara yundan hazırlanmış əbasını üstünə atıb evdən çıxdı. Həsən İbn Əli əleyhissalam gəldi. Peyğəmbərimiz onu əbasının altına dəvət etdi. Sonra Hüseyn əleyhissalam gəldi və qardaşının yanına keçdi. Sonra Həzrət Fatimə salamullah aleyha gəldi. O da əbanın altına keçdi. Sonra Əli əleyhissalam gəldi və o da əbanın altına daxil oldu. Sonra Peyğəmbərimiz salavatullah, Allah siz Peyğəmbərimiz və əhl-i beyti hər cür pisliyi təmizləmək və sizi paçlığın bütün cəhətlərində pak etmək istəyir ayəsini oxudu. Tirmizi öz Sünənində bu ayə barədə indi söyləyəcəyimiz məzmunda bir hədis nəql etmişdir. Ümmü Sələmə radiyallahu ənha belə rəvayət edib: Mən Rəsulallah salavatullahın evinin qapısındaykən bu ayə nazil oldu. Allah siz Peyğəmbərin əhl-i beytindən hər cür pisliyi təmizləmək və sizi paçlığın bütün cəhətlərində pak etmək istəyir. Əhzab surəsi 33-cü ayə. Evdə Rəsulallah salavatullah, Əli əleyhissalam, Fatimə salamullah aleyha, Həsən əleyhissalam və Hüseyn əleyhissalam da var idi. Rəsulallah salavatullah onları bir örtüyə bürüdü və Allahım, bunlar mənim əhl-i beytimdir, bunlardan çirkinliyi yox et və bunları pak eylə deyə dua etdi. Ümmü Sələmə, ya Rəsulallah, mən əhl-i beytdən deyiləmmi deyə soruşduqda ona, sən xeyirləsən, sən Rəsulallahın yoldaşısan deyə Həzrət cavab verdi. Məşhur əhl-i sünnə alimi Zəhəbi deyib: Fatimə salamullah aleyhanın özü
həyat yoldaşı və oğulları haqqında bu ayə nazil olmuşdur. Allah siz Peyğəmbərin əhl-i beytindən hər cür pisliyi təmizləmək və sizi paçlığın bütün cəhətlərində pak etmək istəyir. Ayə nazil olduğu zaman Rəsulullah salavatullah onları əbasının altına alaraq demişdir: Allahım, bunlar mənim əhl-i beytimdir. Bu hədislərdə diqqət olunması məqam Rəsul-i Əkrəm salavatullahın bunlar mənim əhl-i beytimdir deyə buyurmasıdır. Belə ki, bu sözü ilə Peyğəmbərimiz salavatullah əhl-i beyt əleyhissalamın kimlərdən ibarət olduğunu insanlara çatdırmışdır. Həzrət Zəhra salamullah aleyhaya sevgi və ehtiramı Allah ümmətə vacib etmişdir. Allah Şura surəsinin 23-cü ayəsində "De, sizdən bunun ilahi tapşırıqlara çatdırılmasının müqabilində qohumların barəsində qəlb və əməldə olan məhəbbətdən başqa bir muz istəmirəm." Peyğəmbərə öz risaləti müqabilində müsəlmanlardan yaxınlara məvəddət istəməsi sözü gedən məsələnin əyani sübutudur. Məvəddət, yəni insanın məhəbbət göstərdiyi digər insanın buyurduqlarını icra etmək deməkdir. Məvəddət, məhəbbətin əməl müstəvisində izhar olunmasıdır. Məvəddət, ədavət və düşmənçiliyin ziddidir, amma məhəbbət isə qəzəbin müqabilindədir. Təbii ki, ədavət və düşmənçilik qəzəbdən daha pis hal olduğundan məvəddət məhəbbətdən üstün dərəcədədir. Göründüyü kimi, Əhl-i Beyt əleyhissalamın kimlərdən ibarət olması və bu şəxslərin ümmət içərisində hansı məqama sahib olmaqları, onları necə sevməyin vacibliyi bu ayədə aydın şəkildə bəyan olunmuşdur. Allah Həzrət Peyğəmbərimiz salavatullaha təşəkkür etmək yolunu və qaydasını Əhl-i Beyt əleyhissalamı sevməklə və onlara itaat etməklə insanlara vacib etmişdir. Allahın əmri ilə ümmətin gözü önündə Nəcran Məsihiləri ilə mübahiləyə Rəsul-i Əkrəm salavatullahın məhz bu insanlarla getməsi onların əzəmət və şövkətindən xəbər verir.